Quran oxuyarkən dəstəmaz almalıyıqmı? Demək, əgər Quranı əzbərdən oxuyuruqsa, dəstəmaz almağa ehtiyac yoxdur. Alimlərin əksəriyyəti bu rəydədir. Dəstəmaz almağa ehtiyac yoxdur. Əzbərdən təkrar edirsən bildiklərini. Hətta bəzi alimlər heyzli qadının o müddətdə, xəstə olduğu müddətdə əzbərdən bildiyi surələri təkrarlamağa icazə verir. O ki, qaldı Qurana, yəni kitaba, mushafa, toxunaraq Quran oxunmağa, ona toxunaraq Quran oxunmağa, onu ixtilaf edib alimlər. Bəziləri deyir oxumaq olar, bəziləri deyir olmaz. Olmaz deyənlər ayəyə əsaslanır. Ayədə Allah Taala deyir ki, ona yalnız pak olanlar toxunar. Yəni, o kitaba, Vaqiə surəsi 79-cu ayədir. 4 məzhəb bu rəydədir ki, dəstəmazsız toxunulmasın Qurana. Və hətta ixtilaf olsa da bu məsələdə, ixtilafdan kənarda qalmaq üçün, qəlbin rahat olması üçün dəstəmazlı halda o kitabı ələ almaq əlbəttə ki, bəyənilən əməllərdəndir.